İşğaldan azad edilmiş ərazilərə köç prosesi davam edir. Bu dəfə Ağdərənin Həsənrız kəndinə daha 20 ailə köçürülüb. Ağdərənin Həsənrız kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Neçə il oradan qaçqın düşmüşəm, indi də qayıdıram öz yerimizə, fəxr edirəm. Gelib öz yerimizə, yurdumuzda yaşayaq. Çox əziyyət çəkmişik, indi Allah qoysa torpaqlarımıza gelib rahat yaşaya bilərik indən sonra. Bu mərhələdə Həsənrız kəndinə 20 ailə 68 nəfər köçürülüb. Oradan çıxanda 12 yaşım var idi. Hal-hazırda 47 yaşında vətənimizə döndük. Çox sevindirici bir hissdir. Hər kəs geçsin, o torpaqların qədrini bilsin. Çünki orada hər bir yerdə bizim şəhidlərimizin zəhməti var. Qazilərimizin zəhməti var. Həsənrizə köç edən ailələrə mənzillərin açarları təqdim edilib. Bununla da Həsənriz kəndində 90 ailənin 360 nəfərin daimi məskunlaşması təmin edilib. Allah devlətimizi qorusun, millətimizi qorusun. Baban nə deyər qardaş? Allah hamıya xoş gün göstərsin. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlayan səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Emin Babayev, Günəş Axmalı qızı, SBS Xəbər, Ağdərə, Həsənriz. Bakının